Gəlin bərabər ad gününə hazırlaşaq. Bugün rəfiqəmin ad günüdür. İstifadə edəcəyim məhsullar hər biri Boteyə aiddir. İlk öncə Tananidən əvvəl bazənin üzümüzü makiyajı hazırlayırıq. Mənim Tananim 3 nömrə deyil qızlarım bu arada. Tam zagar da deyil, amma açıq da heç deyil yəni. Bu halımdan qorxmayın. Makiyaj sabitləyici ilə sponcumu ısladıram. Tananini 30 dururam. Onda daha qəşəng. Botenin məndə dodaqlarım hədsiz çox çartlayır. Dodaq nemləndirici balzamını vuracam dodağıma. Botenin teni ilə davam edirik. Bu arada tenin parlaqlığına bir dənə baxın. Işıl da yəni möhtəşəm. Botenin layneri çəkmək o qədər rahatdır ki, yəni layner çəkməyi bacara bilməyən xanımlar üçün çox rahatdır. Çünki mən özüm də bacarmıram. Və Botenin ənniyi. Bir dənə gözəlliyə baxın və highlighterla davam edirik. Tələsdiyim üçün konsilerlə, gözaltı qapatıcı ilə, transparan pudranı belə elədim. Yəni Botedə bunları da əldə edə bilərsiniz. Makiyajım artıq çox gözəl görünür. Tamamlayırıq. Dodağımı konturladım və Botenin mat pomadası ilə son olaraq makiyaj sabitləyicimi vururam.